Psixologiyaya aid ümumi test tapşırıqları ilə tanış olaq. Sual 1. Psixologiya nəyi öyrənir? A variantı: şuur və fəaliyyəti, şuur və şuursuzluq hallarını, psixi vəziyyətləri, psixikanın faktorlarını, qanunauyğunluqlarını və mexanizmlərini, fizioloji prosesləri. Psixologiya psixikanın faktorlarını və yaxud faktlarını, qanunauyğunluqlarını, mexanizmlərini öyrənən elm sahəsidir. Düzgün cavabımız D variantı. Psixi hadisələr necə təsnif olunur? İradi proseslər, xarakter və rollar. Xeyr, xarakter psixi hadisələrə aiddir. Emosional hallar, psixi pozuntular, temperament. Xeyr, temperament psixi hadisələrə aid olan psixi hadisələrə aiddir. Ümumiyyətcə götürdükdə, ümumi şəkildə deyə bilərik ki, psixi hadisələr 3 yerə bölünür. Psixi proseslər, psixi hallar və psixi hadisələr. Psixi hadisələr psixi faktın hansı cəhətini ifadə edir? Bizim burada əsas açar sözümüz sabit, möhkəm, kristal. Bu sözlər əgər cavab variantımızda varsa, deməli həmin cavab variantımız doğrudur. Psixi faktın sabitliyini, onun şəxsiyyətin strukturunda möhkəmləndiyini və təkrar olunmasını bildirir. Bəli, bu psixi hadisələrin əsas cəhətidir. Psixi faktın dinamikasını psixi proses bildirir. Psixi faktın vəziyyətini və dinamikasını xeyr. Psixi faktın nisbi davamlılığını bildirən psixi haldır. Dördüncü sual. Psixi proseslərə nələr daxildir? Psixi proseslərə idrak prosesləri, iradi proseslər və emosional proseslər daxildir. A variantı: idrak prosesləri daxildir, ancaq psixi hallar psixi hadisələrin növüdür. Psixi hallar psixi hadisələrin növüdür. İradi proseslərdən emosional proseslər psixi proseslərə aiddir. Psixi proseslərin özünə idrak proseslər, iradi və emosional proseslər dediyi aiddir. Güzəran psixologiyası üçün xarakterik olan xüsusiyyətlər hansılardır? Güzəran psixologiyasında faktlar ardıcıl şəkildə izah edilmir, bəli və bir tərəfli xarakter daşıyır, düzdür. Güzəran psixologiyasına dair biliklər seyirici, təsviri xarakter daşıyır, düzdür. Güzəran psixologiyası müvafiq faktları izah etmir, ancaq epizodik şəkildə təsvir edir, düzdür. Güzəran psixologiyasına dair biliklərin mənbəyini ictimai və ya şəxsi təcrübə təşkil edir. Bəli, düzdür. Bu da güzəran psixologiyasını elmi psixologiyadan fərqləndirən əsas cəhətdir. Doğruları soruşur, bütün variantlar doğrudur. Düzgün cavabımız A variantı. Dünyada ilk eksperimental psixologiya laboratoriyası neçənci ildə və kim tərəfindən yaradılmışdır? Dünyada ilk eksperimental laboratoriya 1879-cu ildə Wilhelm Wundt tərəfindən yaradılmışdır. Düzgün cavabımız Y variantı. Azərbaycanda ilk psixologiya laboratoriyası nə vaxt kim tərəfindən yaradılıbdır? 1926-cı ildə İbrahim Bəyov tərəfindən yaradılıbdır. Və bundan sonra Azərbaycanda psixologiya elmində əsaslı sürətdə inkişaf baş vermişdir. İnsanın cəmiyyətə münasibətinə görə psixologiyanın hansı sahələri var? Deməli, biz baxırıq, bizdən soruşur cəmiyyətə münasibətinə görə. Biz demişdik ki, cəmiyyətə münasibətinə görə əsas birinci sosial psixologiyanı, siyasi psixologiyanı götürürük. Cavablara baxaq. Tibbi psixologiya deyil, çünki tibbi psixologiya konkret sahəsinə görədir, ona görə bu hesab olunmur. Sosial psixologiya bəli, düzdür, siyasi psixologiya düzdür, idarəetmənin psixologiyası düzdür, təbliğatın psixologiyası bəli, cəmiyyətə münasibətinə görədir, etnə psixologiya bəli, cəmiyyətə münasibətinə görədir. Deməli, bizim düzgün cavabımız B variantıdır. Siyasi psixologiya düzdür, differensial psixologiya inkişafa görə öyrənir, inkişaf sahəsinə görədir. Sosial psixologiya, siyasi psixologiya, parapsixologiya xeyr, aid deyil. Sosial psixologiya, siyasi psixologiya, burada yenə parapsixologiyaya aid deyil. Düzgün cavabımız B variantı. İnkişafın psixoloji aspektinə görə, deməli inkişafa görə nədir? Yaş psixologiyası bəli, differensial psixologiya bəli, psixodiaqnostika bəli, müqayisəli psixologiya bəli. A variantı düzdür. O biri variantlara baxaq. Yaş psixologiyası, tibbi psixologiya xeyr, bu konkret sahəsinə görə öyrənir.
Pedaqoji psixologiyada konkret sahəyə görə öyrənir. Yaş psixologiyası düzdür, differensial psixologiya düzdür, parapsixologiya düzgün deyil. Sonra yaş psixologiyası düzdür, differensial psixologiya düzdür, anormal inkişafın psixologiyası düzdür, ümumi psixologiya düzgün deyil. Yaş psixologiyası düzdür, differensial psixologiya düzdür, inkişafın psixologiyası düzdür, klinik psixologiya xeyr, konkret sahəsinə görədir. Düzgün cavabımız elə A variantı. 10. Konkret fəaliyyət sahəsinə görə psixologiyanın hansı sahələri var? Əmək psixologiyası düzdür, tibbi psixologiya düzdür, pedaqoji psixologiya düzdür, kosmik psixologiya düzdür, mühəndislik psixologiyası düzdür. Digər variantlara baxaq. Differensial psixologiya xeyr, bu inkişafa görə öyrənir. Deməli, B variantı səhvdir. C variantı yaş psixologiyası səhvdir, çünki bu da inkişafa görə öyrənir. Sosial psixologiya cəmiyyətə münasibətinə görə öyrənir. Yenə də yaş psixologiyası dedik ki, inkişafa görə öyrənir. Aşağıdakı cərəyanlardan hansı insanın davranışını öyrənir? Demişdik ki, insanın davranışını öyrənən cərəyan behavioristik cərəyandır və bu sözün də elə mənası behavior sözündən götürülübdür. Mənası hərəkət, davranış deməkdir. Sonra 13-cü sual. Torvari sinir sisteminə malik olan canlıların mühitin təsirinə hansı formada cavab verir? Torvari sinir sistemi tropizm. T yadımızda saxlaya bilərik. Torvari tropizm. Görək var. Vərdişlər deyil, intellektual deyil. İntellektual artıq 3-cü inkişaf etmiş sinir tipinə aiddir. İnstinktiv davranış deyil. Tropizmlər formasındadır. Torvari sinir sistemi tropizmlər formasında cavab reaksiyası verir. Düyünlü sinir sistemi. Düyünlü sinir sistemi instinktiv davranış formasındadır. Yəni tropizm, sonra instinktiv davranış, daha sonra borulu sinir sistemində isə intellektual davranış formasındadır. Məsələn, insanlar. Sıralama elə bu şəkildədir. Tropizm nədir? Orqanizmin müvafiq qıcıq istiqamətinə yönəlməsi. Bəli, tropizm sözünün mənası ilə istiqamət yönəlmək deməkdir. Biotik və həmin istiqamətdə yerinin dəyişməsi. Düzgün cavabımız A variantıdır. Digər variantlara baxsaq. İrsən möhkəmlənmiş davranış, bu instinktiv davranışdır. Sadə məsələləri həll etmə qabiliyyəti tropizm deyil. İzləmə reaksiyası tropizm deyil. Heç bir cavab düzgün deyil. Xeyr, düzgün cavabımız A variantıdır. İmprinting nədir? Quş və heyvan balalarının öz həyatlarının ilk çağında bilavasitə yaxınlıqda yerləşən mütəhərrik cisimlər, yəni hərəkətdə olan cisimləri təsbit etmək və yadda saxlamaq. Bəli, bu həqiqətən də imprinting davranışdır. Lorenzin qazlar üzərində olan təcrübələrini yadımıza sala bilərik. Genetik cəhətdən təsbit olunmuş, irsən möhkəmlənmiş deyirsə, biz bunu demişdik, götürürük. İnstinktiv davranış, sadə məsələləri həll etmə qabiliyyəti deyil, canlı orqanizmin müvafiq qıcıq istiqamətinə yönəlməsi, həmin istiqamətdə yerini dəyişməsi, bu da dedik tropizmdir. Düzgün cavabımız A variantı. 18-ci sual. İntellektual davranış nədir? İntellektual davranışda bizim əsas açar sözümüz mürəkkəb münasibət sözü var burada. Mürəkkəb münasibət. Harda ki, testdə bu sözə rast gəlirik, deməli, bu bizim doğru cavabımızdır. A variantı canlı orqanizmin müvafiq qıcıq istiqamətinə yönəlməsi, həmin istiqamətdə yerini dəyişməsi dedik, bu tropizmdir. Genetik cəhətdən təsbit olunmuş, irsən möhkəmlənmiş anadan gəlmə davranış dedik, bu instinktiv davranışdır. Quş və heyvan balalarının öz həyatlarının ilk çağında bilavasitə yaxında yerləşən mütəhərrik cisimləri təsbit etmə, yadda saxlama dedik, bu imprinting davranışdır. Ayrı-ayrı cisimlər arasındakı mürəkkəb münasibətləri əks etdirmə qabiliyyəti, bəli, bu bizim cavabımızdır. Ki, bu intellektual davranışdır. İntellektual davranış ayrı-ayrı cisimlər arasında mürəkkəb münasibətləri əks etdirmə qabiliyyətidir. Növbəti sual. Aşağıdakı tapşırığı oxuyun və hansı davranış formasında söhbət getdiyini müəyyənləşdirməyə çalışın. Kəpənək, söhbət heyvandan gedir, yəni həşəratdan gedir. Kəpənək yanan lampa şam görən kimi özünü onun üstünə atır. Şamın ətrafında dolana-dolana yanıb həlak olur. Bu hansı davranışdır? Biz demişdik ki, söhbət heyvanlardan gedirsə, burada biz
taksisi götürürdük. Çünki taksis heyvanlar arasındadır həmin bu davranış. Əgər burada kəpənək yox, hər hansısa bir bitkidən söhbət gedərdisə, bu olardı tropizm. 20-ci sual. Aşağıdakı tapşırığı oxuyun və hansı davranış formasında söhbət getdiyini müəyyən etməyə çalışın. Müəyyən edilmişdir ki, əgər cisim hərəkət etmirsə, qaz onu görən kimi dayanır. Halbuki yumurtadan çıxdıqdan sonra qaz balasını ilk dəfə gördüyü cismi hərəkət edirsə, o həmin cismi yadında saxlayır, izləməyə başlayır. Deməli, bu imprintingdir. Heyvanların təfəkkürü nə ilə xarakterizə olunur? Hazırlıq mərhələsi bəli var. İki mərhələli məsələlər bəli var. İstifadə fazaları var. Insight var. Deməli, düzgün cavabımız elə A variantıdır. 22. Təşkilati metodlar. Bizim təşkilati metodlarımız 3 idi. Müqayisəli, longitudinal və kompleks metodlar. Testlər, anketlər, sosiometriya, intervyu, empirik metodlara aiddir. Fəaliyyət prosesinin məhsullarının təhlili, bu da empirik metodlara aiddir. Deməli, düzgün cavabımız Y variantı. Təşkilati metodlar müqayisəli, longitudinal, kompleks olaraq 3 yerə bölünür. Aşağıdakı hansı tədqiqat metodundan bəhs edildiyini müəyyənləşdirin. Şəxs təcrid edilmiş kabinetdə yerləşdirilir, xüsusi cihazların köməyi ilə. Söhbət xüsusi cihazlardan gedir. Xüsusi cihazların köməyi ilə müxtəlif qıcıqlandırıcının təsiri altında onun beyninə tətbiq edilir. Təcrübədən əvvəl tətbiq olunana təlimat verilir. Bütün əldə edilmiş nəticələr dəqiq qurğuların köməyi ilə qeydə alınır. Xüsusi cihazlardan söhbət gedirsə, deməli, burada xüsusi yaradılmış bir şərait var. Sosiometriya deyil. Çünki sosiometriyada münasibətlər öyrənilir. Burada münasibət öyrənilmir. Yəni, qarşılıqlı münasibətlərdən söhbət gedə bilər. Laborator eksperiment, bəli, görürsünüz, xüsusi cihazların köməyi ilə laboratoriya şəraitində olur. Düzgün cavabımız B variantıdır. Təbii eksperiment deyil. Çünki təbii eksperimentdə xüsusi bir şərait yaradılmır. Müşahidəyə ümumiyyətcə müdaxilə olunmamalıdır. Modelləşdirmə də deyil. Aşağıdakı hansı tədqiqat metodundan bəhs edildiyini müəyyənləşdirin. Uşaqların rəsminə əsasən. Görürsünüz, burada hər hansısa bir fəaliyyət məhsulu var. Hər hansısa bir iş var, əmək var burada. Uşaqların rəsminə əsasən psixoloq uşaqların predmeti qavrama xüsusiyyətlərini müəyyənləşdirir. Təbii eksperiment deyil, çünki müşahidə etmir. Burada bir fəaliyyət məhsulu var və onun təhlilini aparır. Fəaliyyət prosesləri və məhsullarının təhlili metodu. Cavabımız B variantıdır. Psixi hadisələrin cərəyanına müdaxilə etmədən onu baş verdiyi təbii şəraitdə. Burada müdaxilə etməmək, bir də təbii şərait varsa, söhbət müşahidədən gedir. Yəni, sualı axıra qədər oxuyaq, yenə də psixi hadisələrin cərəyanına müdaxilə etmədən onu baş verdiyi təbii şəraitdə məqsədə uyğun və müntəzəm surətdə izləməyi nəzərdə tutan metod müşahidə metodudur. Çünki biz demişdik ki, hadisənin gedişatına müdaxilə etmədən kənardan müntəzəm şəkildə, planlı şəkildə izləyirik. 26-cı sual. Müşahidə metodunun tətbiqinə verilən şərtləri göstərin. Müşahidə elmi cəhətdən mühüm problemin öyrənilməsinə yönəlməlidir. Bəli. Müşahidə ardıcıl və mütəşəkkil olmalıdır. Bəli. Çünki biz tədqiqat aparırıqsa, bu zaman ardıcıl şəkildə, mütəşəkkil şəkildə olmalıdır. Öyrənilən hadisə müxtəlif şəraitdə nəzərdən keçirilməlidir. Bəli, çünki dəqiq nəticəmizin olub-olmadığını, yəni kənar müdaxilələrin təsir edib etmədiyini bilməyimiz üçün müşahidənin nəticələri dəqiq, obyektiv surətdə qeydə alınmalıdır ki, bəli, burada subyektivliyə yol verilməsin. Bütün cavablar doğrudur. Həqiqətən də bu müşahidənin əsas xarakteri xüsusiyyətləridir həmçinin. Təbii eksperiment ilk dəfə nə zaman tətbiq olunmuşdur? Təbii eksperiment ilk dəfə 1910-cu ildə Lazuriski tərəfindən qeyd olunub. Onu da qeyd edim ki, bəzi ədəbiyyatlarda 1911-ci ili göstərirlər.
Lazuriski tərəfindən. Sosiometriya metodunun müəllifi kimdir? Moreno, John Moreno olmuşdur. Ondan sonra da Amerikada artıq sosiometriya metodundan geniş istifadə olunmağa başlanmışdır. Tədqiqatın səmərəli olmasını şərtləndirən bu meyara görə tədqiqat metodları tədqiqatın məqsəd və vəzifələrinə müvafiq olmalı, nəzərdə tutulan bu və ya digər nəticəni almanı müəyyən etmək, ölçmə imkanı verməlidir. Bu hansı metoddur? Burada söhbət metodun validliyindən gedir. Çünki metodun validliyində müvafiq olaraq qarşımıza qoyduğumuz, seçdiyimiz metod bizim qarşımıza qoyduğumuz məqsədlə birbaşa uyğunlaşmalıdır. Tədqiqatın səmərəli olmasını şərtləndirən bu meyara görə konkret tədqiqat metodikasını işləmək lazımdır ki, o hətta müxtəlif şəraitdə təkrar edildikdə eyni nəticəni versin. Yəni, fərqli şəraitlərdə eyni nəticəni verməlidir. Burada da metodun mötəbərliyindən söhbət gedir. Yəni, aldığımız nəticəni fərqli şəraitlərdə test etdikdə yaxud fərqli metodlardan istifadə etdikdə nəticəmiz eyni olur. Aşağıda sadalanan metodlardan hansında səbəb-nəticə əlaqəsi üzə çıxır? Eksperimentdə səbəb-nəticə əlaqəsindən istifadə olunur. Çünki burada məsələn kontrol qrupu olur, eksperimental qrupu olur. Orada olan dəyişiklikləri öyrənirik. Yəni, bu dəyişikliyə səbəb olan nə oldu? Nəticəni dəyişən səbəbi aydınlaşdırırıq. Psixoloq şagirdlərə yazı testləri təqdim edir. Bundan bir ay müddətində o uşaqlara şirniyyat verir. Sonra isə yenə də onlardan test keçirir. Testin nəticələri yaxşılaşır. Sizcə bu eksperimentə çatışmayan nə idi? Kontrol qrupdur. Bu özü eksperimentdir. Adından göründüyü kimi vəziyyətdən göründüyü kimi eksperimentdir. Bu eksperimentdə eksperimental qrup var, amma bir də kontrol qrupun olması lazımdır ki, nəticələr dəqiq olsun. Şərh metoduna hansı daxildir? Şərh metodunu əzbər yadımızda saxlayırıq. Struktur və genetik metodlar bizim şərh metodumuza daxildir. Təşkilati metodlar, empirik metodlar, şərh metodları bunlar ümumi bölgüdür və şərh metodunu artıq əldə etdiyimiz nəticələri struktur və genetik baxımından şərhini veririk. Şuurun bu funksiyası insanlar arasında bilik mübadiləsi, ümumiyyətlə mübadilə sözü varsa, burada deməli ünsiyyətdə də mübadilədə var. Communicate. Kommunikativ funksiya olur. İnsanların bir-birinin təcrübəsini mənimsənilməsi, birinin davranışını qarşılıqlı tənzim etmə prosesi kimi həyata keçirilir. Bu, şuurun kommunikativ funksiyasıdır. Biliklərin mübadiləsi sözünə yadımızda saxlayırıq. Şuursuz hadisələrə nələr daxildir? Müəyyən psixi halların, fəaliyyət hallarının, psixoloji siqaret, taleyin qəbullanması, həyəcan, yuxu, xəstə, insanın psixikası üçün səciyyəvi olan sayıqlama, hallusinasiya kimi bəzi patoloji hallar, bəli, bu şuursuzluğa aiddir. Davranışın dərk edilməyən, bəli, yəni irrasional, dərk edilməyən icra tərzləri düzdür. Şuursuzluğa aiddir. Subsonik reaksiyalar şuursuzluğa aiddir. İnsanın psixi fəaliyyətində özünü göstərən, onun ancaq müəyyən bir cəhətini təşkil edən şuur vasitəsilə nəzarət olunmayan, bəli, bu da şuursuzluğa aiddir. Deməli, bütün cavablarımız doğrudur. Özünü qiymətləndirmə nədən asılıdır? Özünü qiymətləndirmə müvəffəqiyyət və iddiadan asılıdır. Bunun da birinin artıq olub, birinin az olması özünü qiymətləndirmənin adekvat, orta, aşağı səviyyədə olmasına, yüksək, adekvat, aşağı səviyyədə olmasına təsir göstərir. İntrapsixika və interpsixika. Biz demişdik ki, inter daxildir, intra isə xaricidir. İntra xarici, inter daxili. Elə A variantı. İnsanın dərk olunmuş məqsədi ilə tənzim edilən daxili və xarici fəaliyyəti necə adlanır? Elə fəaliyyətin özü. Fəaliyyət insanın dərk olunmuş məqsədi ilə tənzim olunur. Xarici fəaliyyət hansı formalarda təzahür edir? Xarici fəaliyyət iş və hərəkət formasında. Biz demişdik ki, qarşımıza məqsəd qoyuruq. O məqsədə çatmaq üçün biz onu
işlərə böldürürük. Məsələn, bizim A planımız varsa, A planını kiçik A1, A2, A3, A4, A5 şəklində işlərə bölürük. Məsələn, orada fəhlədən demişdik ki, fəhlə bir aləti hazırlamalıdır. Onun üçün işdə birinci olaraq onu yolur, daha sonra onu təmizləyir və s. Yəni xırda-xırda işlərə bölür və hərəkət və onun üçün hərəkət həyata keçirir. İş və hərəkət formasında söhbət xarici fəaliyyətdən gedir. İşin tərkib hissələri hansılardır? İşin tərkib hissəsi motor, mərkəzi, sensor. MM, S şəklində yadımızda saxlaya bilərik. Bunlar özü də həmin o işin öz funksiyaları da icra, tənzimləmə, nəzarət funksiyası olaraq, yəni icra, həyata keçirmə, tənzimləmə və sonda da nəzarət funksiyası olaraq yerinə yetirilir. İnterizasiya nədir? Maddi əməliyyatların fikri əməliyyatlara çevrilməsi. Demişdik, inter daxili deməkdir. Daxili nədir? Yəni maddi olanın fikrə çevrilməsi. Yox, fikrin maddiyə çevrilməsi olur interizasiya. Deməli, maddi əməliyyatların fikri, yəni daxilə çevrilmə. Elə düzgün cavabımız A variantı. Antisipasiya nədir? Fikri əməliyyat, insanın öz fəaliyyət nəticəsini qabaqcadan görməsi, fikri əməliyyatların maddi əməliyyatlara çevrilməsi dedik, xeyr. Bu interizasiyadır. Fəaliyyət prosesi iş və hərəkətlərin təkrar olunduqca möhkəmlənməsi deyil, bu vərdişlərə aiddir. Maddi əməliyyatların fikri əməliyyatlara çevrilməsi, bu interizasiyaya aiddir. Fikri əməliyyatların maddiyə çevrilməsi intraya aiddir. Amma maddi əməliyyatların fikri əməliyyatlara çevrilməsi interizasiyaya aiddir. Fəaliyyətin müntəzəm surətdə icrası nəticəsində onun tərkibinə daxil olunmuş hərəkətlərin qismən avtomatlaşdırılması şuurun nəzarəti olmadan. Bu da avtomatlaşdırmadan söhbət gedirsə vərdişdir. Amma antisipasiya insanın öz fəaliyyətinin nəticəsini qabaqcadan görməsidir. Yəni, biz hər hansısa bir işə başlayanda həmin işin nəticəsini özümüz üçün müəyyənləşdiririk ki, bu işin axırı məsələn bu cür olur. Həmin bu nəticəni öncədən bilməyimiz və yaxud öncədən müəyyən etməyimiz də psixologiyada antisipasiya adlanır. Onun əsasında belə bir fikir dayanılır ki, psixoloji proseslərin cərəyanında və insan davranışının təzahüründə biliklər, koqnitiv strukturlar mühüm əhəmiyyət kəsb edir. Söhbət hansı nəzəriyyədən gedir? Koqnitivdirsə, deməli bizdən ilə koqnitiv cərəyanı soruşurlar. Psixoanalitikdə şuursuzluqdur, behavioristdə davranışdır, Gestalt tamın hissələrə bölünməsi və yaxud bütünləşmə, humanistdə də insan özünü aktuallaşdırmasından söhbət gedir. Yəni, o Maslow'un təbii ehtiyaclar iyerarxiyası vardı. Orada insan özünü aktuallaşdırmalı, özlərində işləməli. Orada təbii ehtiyaclardan tutmuş, sonuncu hamısı birlikdə göstərilmişdir. Növbəti sual. İnsan hisslərlə yaşayan varlıqdır. Bəli, insan öz imkanlarının həyata keçirmək üçün kömək etməlidir. O özünü aktuallaşdırmalıdır. Söhbət aktuallaşdırmadan gedirsə və yaxud hisslərlə yaşayan varlıq olmasından gedirsə, bu bizim humanist cərəyanımızdır. Humanist var. Y variantı. Psixikanın ontogenezdə inkişafı əsasən nə ilə şərtlənir? Ümumiyyətcə, psixikanın inkişafı, yəni həyatda psixikamızın inkişafı fəaliyyət və ünsiyyətdə inkişaf edir. Yəni, psixikamız fəaliyyət və ünsiyyət prosesində inkişaf edir. Psixi həyat xarici aləmlə və sosial mühitlə müəyyən olunur və onların dəyişməsi ilə dəyişir. Bu prinsip, dəyişmə varsa burada determinizm prinsipindən söhbət gedir. Ali psixi funksiyaların ən əsas təşəkkül vasitəsi nədir? Nitq. Yadımızda saxlayaq. Hətta Vygotsky belə bunu dəfələrlə həmin hissədə qeyd etmişdik ki, bizim ali psixi funksiyalarımızın inkişafının başlıca vasitəsi nitqdir.